Ötən həftə İran Dövlət Televiziyasının birinci kanalı ilə Hörümçəyin Gizli Yuvası adlı təqribən yarım saatlıq sənədli film nümayiş etdirilib. Film İran kəşfiyyatının İsraildə həyata keçirdiyi mürəkkəb əməliyyat nəticəsində əldə olunduğu iddia edilən çoxsaylı məxfi sənədlərin və məlumat bazasının təqdimatına həsr olunub. Etelatın, yəni İran Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətibin bilavasitə iştirak etdiyi filmin ilk 5 dəqiqəsi onun giriş nitqindən ibarət olub. Sonrakı hissədə isə nazirin danışığı ələ keçirilmiş sənədlərin görüntüləri ilə müşahidə olunub. Kəşfiyyat naziri təmtəraqlı bir tərzdə bu əməliyyatın rəhbərlik etdiyi qurumun böyük uğuru olduğunu vurğulayaraq deyib. İmamzamanın naməlum əsgərləri olduqca mürəkkəb və çoxqatlı kəşfiyyat əməliyyat tədbirləri nəticəsində İsrailin gizli məkanlarının dərinliklərinə nüfuz edərək müxtəlif nüvə, hərbi, kəşfiyyat və elmi sahələrdə Siyonist rejimin məxfi məlumatlarını ələ keçiriblər. Bugün həmin məlumatların yalnız bir hissəsi haqqında söhbət açılır. Ələ keçirilərək İrana daşındığı iddia olunan sənədlərin məzmunu barədə danışan İsmail Xətib onları xəzinə adlandırıb və əlavə edib. Milyonlarla səhifədən ibarət olan bu xəzinə İsrailin istər əvvəlki, istərsə də cari hərbi layihələri, köhnə nüvə silahlarının təkmilləşdirilməsi və modernləşdirilməsi üzrə layihələri, Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri ilə birgə layihələri, atom silahı istehsalına cavabdeh olan bütün inzibati struktur və şəxslər, bu anti-insani layihələrdə iştirak edən tədqiqatçılar və mütəxəssislər, həmin layihələrin iştirakçısı olan Amerika və Avropa alimlərinin adları və bu layihələrdə əməkdaşlıq edən qurum, şirkət və insanların ünvanları barədə müxtəlif və çeşidli məlumatları ehtiva edir. Nazir filmdə iddia edib ki, bu məlumatlar İsrailin nüvə proqramı üzərindən sir pərdəsinin götürülməsinə imkan verir. Belə ki, sənədlərdə İsrailin nüvə proqramında bilavasitə iştirak edən 189 mütəxəssis və hərbçinin adları, şəxsi məlumatları və ünvanları öz əksini tapıb. Lakin İranın hökumət mediasının geniş təbliğ etdiyi bu filmin nümayişindən cəmi bir neçə saat sonra orada məxfi sənəd kimi təqdim olunan şəkil və görüntülərin bir çoxunun internetdə və açıq mənbələrdə mövcud olduğu üzə çıxıb və İran kəşfiyyatı əməlli başlı rüsvayçılıq yaşayıb. Bəlli olub ki, filmdə müxtəlif layihələr, o cümlədən nüvə silahı sahəsində Saraf adlı layihə barədə göstərilənlər internet resurslarında, hətta Wikipedia kimi hər kəsə məlum mənbələrdə yer alıb. Üstəlik, onlardan bəzilərinin internet şəbəkəsindəki mövcudluq tarixi 10 ildən də çoxdur. Ən geniş reaksiya doğuran faktlardan biri, filmdə İsrailin nüvə obyektlərindən birinə aid olduğu deyilən təsvirin əslində Pakistana məxsusluğu olub. Eyni zamanda filmdəki bəzi görüntülərin süni intellekt vasitəsilə yaradılmış fake məlumatlar olduğu da üzə çıxıb. Filmdə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossiyə aid müxtəlif şəkillər də nümayiş etdirilib və bunlar onun İsrail əlaqəsinin sübutu kimi təqdim olunub. Lakin araşdırmalar göstərib ki, ev şəraitində çəkilmiş həmin şəkillər Grossinin ailə üzvlərinin sosial media hesablarında, o cümlədən həyat yoldaşının Instagram səhifəsində mövcuddur. İran kəşfiyyatının bu biabırçı hərəkəti müxalif mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Unica News agentliyi kəşfiyyat naziri İsmail Xətibin Göbbels sayağı böyük yalan danışmaq taktikası seçdiyini vurğulayıb. Tanınmış siyasi təhlilçi Hüseyn Bastani özünün X səhifəsində kinayə ilə yazıb. İsmail Haniyənin Tehrana səfərindən bir həftə əvvəl kəşfiyyat naziri əmin etmişdi ki, Mossadın İranda sui-qəsd və ya təxribat törədən nüfuz şəbəkəsi məhv edilib. Eyni qaydada o, 12 günlük müharibəyə qədər, hətta müharibədən sonra da rejimə təminat verdi. Rejim də razıdır. İstər inanın, istərsə də inanmayın. Bu günlərdə internetdən yüklənmiş şəkillərdən də razıdır. İsrail Xarici İşlər Nazirliyinin X platformasındakı farsça rəsmi səhifəsi də məsələyə reaksiya verərək filmdə yer alan saxta görüntülərin bir neçəsini paylaşıb və yazıb. İslam Respublikası özünün azacıq tərəfdarlarını aldatmaq üçün nə yalanlar demədi, nə mübaliğəli sözlər danışmadı. İşin ən maraqlı cəhəti budur ki, Sepaha bağlı Fars İnformasiya Agentliyi bu qədər fakt qarşısında İran kəşfiyyatının saxtakarlığını etiraf etməli olub və filmin yaradıcılarını səliqəsizlikdə ittiham edərək onları əks inqilabın əlinə bəhanə verməkdə suçlayıb və yazıb. Əslində, sənədli film layihəsində tədqiqat institutlarının və nüvə fəaliyyətinin görüntülərini vermək və tamaşaçıları danışanın izah etdiyi mövzuya yaxınlaşdırmaq üçün eksklüziv görüntülər arasında internetdə və açıq mənbələrdə mövcud olan arxiv fotolarından istifadə olunub. Arxiv şəkillər də daxil olmaqla bütün şəkillərdə eksklüziv foto işarəsi qeyd olunub. Bu səliqəsizlik düşmən mediasından sənədli arxivdə istifadə edilən şəkilləri və bütün sənədli filmi saxta adlandırmaq üçün bəhanə verib. Bu izahata rəğmən, necə deyərlər, fakt faktlığında qalır.
Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi İsrailin milyonlarla səhifəlik məxfi sənədlərini, xüsusən nüvə silahına aid məlumat bazasını ələ keçirdiyi barədə hələ iyunun 10-da bəyanat yaymış və bu bəyanat ölkə rəsmilərinin təqdiri ilə qarşılanmışdı. Hətta İranın Müdafiə naziri Əziz Nəsirzadə bu qələbə münasibəti ilə Kəşfiyyat nazirini açıq şəkildə təbrik etmişdi. Bundan cəmi 3 gün sonra İsrail ilə İran arasında 12 günlük müharibə başlamış və bu müharibə bütün digər cəhətləri ilə yanaşı İsrailin İran üzərində kəşfiyyat üstünlüyünü də nümayiş etdirmişdi. Bu reallıqdan çıxış edərək haqqında danışılan sənədli filmin nümayişindən az sonra jurnalist Əli Rıza Mustofi İsmail Xətibə müraciətlə yazıb: "Cənab nazir, son açıqlamanız güc nümayişindən daha çox acı etirafa bənzəyir. Əgər o məxfi məlumat dağı həqiqətən də 12 günlük müharibədən əvvəl sizin əlinizdə idisə, niyə o ölüm dirim günlərində sadəcə seyr edirdiniz? Bəs niyə bu gün onu ictimailəşdirməklə həmin məxfi məlumatları öz əllərinizlə əbədi olaraq yandırdınız? Bu gedişlə siz nə ölkəyə döyüş meydanında kömək etdiniz, nə də onun təhlükəsizliyinin qorunmasında rol oynadınız. Əgər siz bu absurd hayküy və internetdən yüklənmiş fotoşəkillərdən ibarət videoçarx hazırlamaq əvəzinə öz vəzifənizi diqqətlə və məsuliyyətlə yerinə yetirsəydiniz, bugün nə hərbi komandirlərimiz, nə də ölkənin nüvə alimləri casusların sızması və sayıqlığın itirilməsinin qurbanı olmazdılar. Cənab xətib, bəzən susmaq rasionallıq gətirir. Zəifliyi güc pərdəsi ilə örtbasdır etməyə çalışdığınız bu mənasız hayküy isə sizə ancaq rüsvayçılıq gətirər. Həqiqətən də İran kəşfiyyatı son illər İsrail xüsusi xidmətləri qarşısında acizliyinin doğurduğu rüsvayçı məğlubiyyətlər seriyasını daxili auditoriya üçün nəzərdə tutulmuş bir təbliğat filmi ilə pərdələməyə cəhd göstərib. Amma son nəticədə daha böyük rüsvayçılıqla üzləşib.